Değerli şagirdler, abituriyentler, izləyicilər. Bu dərsimizdə böyük yazıcı İsmail Şıxlanın Namib Gülləsi hekayəsindən danışacaq. Özü də şəxsiyyət olan, əsərləri də şəxsiyyət olan, az qala elə demək istəyirəm, yəni əsərləri özü də bir şəxsiyyət olan böyük İsmail Şıxlanın bu əsəri də ədəbiyyatımızın incilərindən biridir. Deməli, emosiyasına, təsir gücünə görə çox möhtəşəm bir əsərdir. Həcmcə balaca olmasına baxmayaraq əsəri oxuyub qurtaranda hətta əsəri oxuyur, elə möhkəm təsir altına düşürsən ki, hətta sonradan da təsirin altından çıxmaq olur. Əsl kişi obrazı, şəxsiyyət obrazı var burada. Namərd kişi olmayan gədə-güdə obrazı var bu əsərdə. Ki, hamısına həyatımızda rast gəlmək olur. Düzdür, indi Kərəm kişi kimi, Niftalı Çoxa kimi nümunələr azdır. Amma düşünürəm elə o vaxtda da az olub. Amma hər halda xalqımızın mentalitetini əks etdirmək baxımından, adət-ənənələri əks etdirmək baxımından, insanların hiss duyğusunu əks etdirmək baxımından həzmcə balaca bir əsər olsa da çox möhtəşəm bir əsər. Əsərin baş qəhrəmanı Niftalı Çoxadır. O Çoxa vəzifəsindədir. Əsərdən görür ki, mərd, qorxmaz, igid, kəndin zəngin ailələrinin nümayəndələrindən biridir. Və o taxıl biçini vaxtıdır, amma artıq yaylağa gedib, amma Niftalı Çoxa taxılını pistirib qutara bilməyib deyə gedə bilməyib. Demək ki, indi isti cırhacır yanındıran bir yay havasıdır. İstəyir ki, Niftalı Çoxa gəlir biçincilərinin yanına, bir istəyir ki, atı buraxsın külə, bir istəyir paltarını soyunsun, yuyunsun, amma ehtiyatlanır. Görürük ki, Niftalı Çoxanın ehtiyatlanması vəzifəyə keçəndən sonra olub və xüsusilə də bir vaxt çörək verdiyi, evlərinə də himayə elədiyi, yəni qucaq açdıqları, evlərinin qapısını açdıqları Mürşid adlı gədənin nankorluğundan sonra daha da ehtiyatlanır. Həm vəzifəyə keçəndən sonra istər-istəməz cəmaatın xətrinə dəyməyə başlayıbdır. Özünün dili ilə biz dilindən işitirik onu. Həm də dediyim kimi bir Kərəm adlı, bir Mürşid adlı bir adamla təzəlikcə münasibətləri tamam korlanır. Ona görə həmin hissəni oxumaq istəyirəm. Sonra hər birdə Kərəm məsələsinə heç toxunmadı. O dövrdə Niftalı Çoxaçının kəndindən bir Kərəm adlı dostu olub. O dostu indi qaçaqçılığa başlayıb. Vəzifəyə keçəndən sonra da Niftalı Çoxa münasibətləri biraz da korlanır. Niyə? Çünki Niftalı Çoxa istər-istəməz deyir, kiminsə xətrinə dəyirdi vəzifəsi gərəyi. Bu da deyir, Kərəmin laf acığına getmişdi. Hətta deyir, Kərəm ona xəbərdarlıq göndərmişdi ki, belə deyək ki, özünü yaxşı aparsın. Düzdür, Kərəmdən bu dəqiqə çox narahat olmurdu ki, Kərəm buralarda olmaz, ən çox onu narahat edən Mürşid idi. Həmin hissəni, narahat olmama hissəsini oxuyuram. Deyir, bir də kimdən qorxacaqdır? Kərəm yəqin ki, bu saat Dilizan tərəfdədir. Yayın istisində buralarda olmazdı. Olsa da qorxusu yoxdur. Ömründə əli yalın adama güllə atmaz. Demək, burada bir mentalitet məsələsi var ki, silahsız adama güllə atmazlar. Biz Cahandar ağada da görürük ki, Allah yarı öldürməyə gedəndə Allah yarı onun qabağına silahsız çıxır. Deyir ki, get silahını götür. Yəni, o dəqiqə ateş aç. O dəqiqə ateş açsa zaten sonradan Cahandar ağa yaralanmazdı da. Onun yaralanmağı sonradan özünün ölümünə səbəb olur. Çünki Molla Sadıq da bilir ki, Cahandar ağa yaralanıb, oradan da bilir ki, Allah yar ölüb, bilir ki, Allah yar onu yaralayıb və xəbər verir, gəlib Cahandar ağanı da öldürürlər. Məsələn, yaralanmasa bəlkə də duyuq düşməzdi ki, Cahandar ağa öldürüb. Deyərdi ki, bəlkə öldürtdürüb. İndi silahsız adama ateş açmazlar. Deməli, belə düşünəndən sonra Niftalı Çoxa fikirləşir ki, belə istidə, cırhacırda olmaz. Tüfəngini ağaca sökür. Bir daha xatırladıram ki, o dövrdə
hamı silahlı hərəkət edir. Hər kəs öz-özünü qoruyar. Və başlayır çəkmələrini soyunur, paltarını soyunur, arxın qırağında da yuyunur. Bu yerdə onun xatirələri gözün qabağına gəlir və biz əsas hadisənin, yəni düyünü burada vurulur. Deyir, biçincilər də tələsirdilər. Onlar da istəyirlər ki, işlərini tezcə qurtarıb, aldıqları haqqı elə buradaca aranda, xırmanda döyüb, taxıllarını yaylağa, balalarına aparalar. Elə Niftalı çox da tələsirdi. Elə çoxdan yaylağa qalxmışdı, amma köçünü saxlamışdı. Sözün düzü, kənddə tək qalmaqdan ehtiyatlanırdı. O qədər anasının əmcəyini kəsənlər var ki, elə biri gəlmə mürşid. Onun əslinin, nəslinin hardan olduğunu kənddə heç kəs bilmirdi. Bircə o məlum idi ki, çoxdan, lap çoxdan Niftalıcının doqqazında üstü başı yamaqlı, acından hulqumu qalxıb enən, məlum müşkül baxışlı bir oğlan boynunu büküb dayanmışdı. Əlində əsa, çiynində nimdaş heybə, başında tükü tökülmüş papaq var idi. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. Gözü batmış, quyunun dibindəki su kimi güclə şıldayırdı. Səs-küyə bayıra çıxdılar, itlərə acıqlandılar. Abala, kimsən deyə doqqazdakını səslədilər. Niftalının atası kökünü çiyninə saldı, oğlu ilə bərabər doqqaza çıxdı. Haradansa azıb gəlmiş bu Allah bəndəsinə təffərinclə baxdı və başa düşdü ki, bura adamla oxşamır. Son vaxtlar belələrində tez-tez rast gəlmək olurdu. Ya düşmənini öldürəndən sonra baş alıb, buralara pənah gətirir, ya da bir parça çörək ucundan çöllərə düşürdülər. Şu oğlanı təpədən dırnağa qədər süzdü və yox, bu adam öldürənə, adam öldürüb qaçana oxşamır deyə ürəyindən keçirdi. Yəqin başqa əmması var. Əslində baxsan, kişinin oğlanın çıxıya düşmüş gözlərindən xoşu gəlməmiş. Bəli, mən saçımı saqqalımı ağartmış adam kimi deyirəm ki, xoşuna gəlmədiyin adamla ilkin olaraq səndə yaranan təəssürata inanaraq uzaq durmaq lazımdır. Amma bu Niftalı Koxanın atası bu xoşu gəlmədiyi adamı qapısından qova bilmir və nəticədə axırda oğlunun ölümünə səbəb olur. Elə bir qərib bunu hiss etdi. Qışın cirhaciyində qapıdan geri qaytarılacağını başa düşdü və səsinə yazıqlıq verdi. Qaşqınam dayı, heç kimim yoxdur. Kişi oğlunun üzünə baxdı. Niftalı isə gözünün qaçqının yırtıq sarığından çıxmış barmağına zillədi. Yəni, bunun ayağı da yerə dəyir. Ayağında sarığı da yox. Buranı sənə kim nişan verib? Heç kim. Yolu əlimə alıb gəlmişəm, qapınıza pənah gətirmişəm. Ata oğluna baxdı, oğul da ataya. Adın nədir? Mürşid. Düz mü deyir? Allah bilir, kağızı yox, şahidi yox. Gəlmə adam idi. El o gündən onun kənd arasında gəlmə mürşid. Ona kənd arasında gəlmə mürşid dedilər. Əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalı ilə dostlaşıb lap qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi, köməkləşib balaca bir daxma da tikdilər. Mal qaradan pay ayırıb bir at da bağışladı. Qohum qızlardan birini də alıb onu ev eşiyə elədi. Bu altından çəkdiyim yer deyirəm, diqqətdən baxasız, deməli, mürşidin ev eşiyi olmağında, ona ev tikilməsində, mal qarası, atının olması, hətta arvadının olması hamısı Niftalı ilə bağlıdır. Yəni, Niftalının atası ilə yox, Niftalı ilə. Gəlmə mürşid deyə dirbaş adam idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə qaçdı. Dolanması da yaxşılaşdı, özü də cümrahlaşdı. Niftalı bir gün eşitdi ki, mürşid arvadını incidir. Həftələrlə evə gəlmir, şəhərdə kefdə damaqdadır. Uşaqlarına baxmır, ürəyi götürmədi. Yanına çağırdı, 2-3 gün gözlədi, amma mürşiddən cavab çıxmadı. Deməli, bu zalım oğlunun, gədənin adam olmağında, həyatının yaxşılaşmasında böyük rol olub Niftalının, həm də kəndin çoxasıdır. Çağırır yanına, gəlmir. Adamdakı nətərdir, nankorluğa baxar. Deyir, bir gün yolda qarşı-qabaqlaşdılar, niyə görünmürsən? Bunu Niftalı Koxa deyir. Bunun verdiyi cavab baxın. Nə olub? Görünməyim vacibdir. Bəlkə bir sözüm var. Sənin mənə nə sözün ola bilər? Niyə iki-iki danışırsan? Danışmayanda susmayacağım. Daha bu hissəsini oxumuram. Mübahisə edirlər. Niftalı Koxa dözmür. Bunu salır qamçının altına. Sonra da düşür yerə öldürmək istəyir. Öldürmək istəyəndə bu yalvarır. Deyir ki, bəs sən Allah, bala, atan görüb məni balalarımın başına çevir. Atan görür da deyirmi, qoy görüm. Ay Niftalı, qələt eləmişəm, keçmişim la Niftalı, məni öldürmə, balaların yazıq.
balalarım yazıqdır. Sən dədəyin gör, bəli, dədəsinin görünə də at verir. Mənə çevir uşaqların başına savab iş görərsən. Niftalı Çoxanın əli boş qalır. Zaten qohumunun qızını vermişdi də ona. Bunu bıraxır. Bu gədə aralanır. Biraz aralanandan sonra dönüb nə desə yaxşıdır. Yaxşı çoxadır. Bu hayfı səndən almasam kişi deyiləm. Hələ ona verdiyi arvad haqqında da bir yerdə bir ifadə işlədir. Gəlib onu da bir apara bilərsən. Bəli, Niftalı Çoxa istəyir ki, atına minə, cəzasını çatdıra, uca artıq çox gec idi, qaçıb çıxmışlar adam. Bu hissəni, bütün təriflə verdiyim hissəni oxumaq istəyirəm. Niftalı Çoxalığa keçəndən sonra deyir, istəsə də, istəməsə də xətrə dəyməli olurdu. Divan dərədən nə qədər uzaq keçsə də onların gözünə sataşmamağa çalışsa da olmurdu. Axtarıb tapır, üzünü danlayırdılar. Filan oğlunu niyə tutmamısan, filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan qaçaq gələm Kürdən keçib yaylağa qalxıb deməyə nə var? Amma belə şeylərdən ötürü el-oba ilə üzgöz ol, görüm necə olursan. Vəzifə boyunduruq kimi bir şeydir. Deyirəm də, böyük balaca hekayədə nələrə toxunub. Elə ki, boynuna qoydular, belinə minib istədikləri səmtə sürəcəklər. Ya gərək dözəsən, ya da gərək onları da özünlə bərabər sürüyüb, boyunduruqlu tökəsən külə. Bəli, Niftalı Çoxa bax beləcə əlini üzünü yuyanda cızcıramaların səsi, quşların səsi bir-birinə nəcib qarışmışdırsa, Niftalı Çoxa heç nəmir, hətta deyir, yaxınlıqdan gələn atların ayağının səsini eşidə bilmiş. Qəbristanlığın yanından dikdə qalxan toz torpaqlı yolda gələn atları görmədi. Cızcıramaların səsi qulağına düşdüyündən atların fınxırtısını, üzəncilərin cingiltisini, ayaq tapıltısını eşitmədi. Bircə onu hiss etdi ki, güllə açıldı. Ürəyi qovuşdu. Əlini sudan çəkib qamətini düzəltdi, qanırılıb dala baxdı. Gördü ki, atların biri yüyənini çəkib atı şahə qaldırdı. Geri dönüb kiminsə üstünə qışqırdı, qamçı şaqqıldadı, namət Çoxaya oldu. Daha heç nə eşitmədi. Və Niftalı Çoxa özündən gedir. Kərəm atdan sıçrayıb özünü ağacın altına yetirdi və Niftalı Çoxanın başını dizinin üstünə aldı. Güllə kürəyindən dəyib sinəsindən çıxmışdı, gözləri qapalı idi. Təkcə dodaqlarının xəfif titrəyişindən bilinirdi ki, hələ nəfəsi var. Kərəm aralarına qan düşüb düşmənçilik başlayandan bəri onu belə yaxından görməmişdi. Bir xeyli dəyişmişdi. Balaca buxaq bağlamış, sifəti qaralmış, qalın bığı acısız zodlaşmış, gizgahları ağarmışdı. Gözlərinin ətrafında xırdaca qırışlar əmələ gəlmişdi. Kərəm hiss etdi ki, Niftalı Çoxanı qan aparır. Təntidir. Əlini atıb köynəyinin yaxasını açdı və bilmədi ki, necə kömək eləsin. Elə bil bunu Niftalı Çoxada hiss etdi, qımıldandı. Göz qapaqları aralandı. Zəndlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəklər lal sular kimi durğunlaşdı və birdən-birə genişləndi. Kərəm hiss etdi ki, Çoxanın bədəni titrəyib dartındı. Elə bil kişinin canından üşütmə keçdi. Onun da bədəni gizildədi, qəhərləndi. İndi mən neyniyim, ay Niftal? Gəncəyə gedə bilmirəm. Tiflisə də kəlim çatmaz. Sənin dərdinə nə çarə qılım? Kişi səs eşidib əvvəlcə diksindi. Sonra dirçəldi. Başını azacıq qaldırıb bulanıq gözlərini qarşısındakının üzünə zillədi. Deyəsən, kimin dizinin üstündə olduğunu başa düşdü. Əvvəlcə həyəcanlandı. Kərəm onun gözlərindəki işarətinin sərdiyini hiss etdi. Öləzməkdə olan çıraq təkin atılıb düşən bu həyatı işarətləri titrədiyi kimi də birdən-birə sakitləşdi. Həyat işarətləri titrədiyi kimi də birdən-birə sakitləşdi. Dodaqları tərpəndi. Kərəm, düz tanımsan, Niftalı mənəm. Lap yaxşı. Sən olmağın yaxşıdır. Bu söz Kərəmi sarsıtdı. Düşmənçilikdən çox əvvəl bir yerdə oynadıqları, külü üzüb qarayazıya keçdikləri, atları yalmanlayıb kənd arası çapdıqları, gözaltı elədikləri qızların görüşünə bir yerdə getdikləri uşaqlıq dostu, uşaqlıq sirdaşı idi. İndi isə bir-birlərinin üzünə həsrət qalmışlar. Yaraqlı, yasaqlı idilər. O Kərəmə yaxın düşə bilmirdi, Kərəm də ona. Kərəm tüfəngi götürüb dağlara, daşlara düşmüşdü, at belində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub Gəncədən çıxıb, Dilizan dərəsində
haqq, ədalət divanı qurur. Dağları aşıb Araz keçir. Sonra gah İrəvandan gəlirdi, gah da İrandan. Niftalı çoxlası evində qohum qardaşının əhatəsində səksək içində yaşayır. Çoxa olandan sonra dəyişmişdi. Kərəm ona bir neçə dəfə ismarıc eləmişdi ki, kənd adamlarına dəyib dolaşmasın. Amma xeyri olmamışdı. Kərəm onu axtarırdı, çoxdan axtarırdı, qulaq vurması vermək üçün. Dəstəndə təzə adam varmı? Kərəm güclə eşitdiyi bu sözlərin cavabını xeyli ləncitdi. Var. Kimdir? Mürşid. O gədam. Bu söz Kərəmin ortasından beş açılan gülləsi kimi keçdi. Elə bir gözünə qaranlıq çöktü, yaralandı, yaman yaralandı. Mənə pənah gətirdi, neyniyim? Bizə də pənah gətirmişdi. Axırını ki gördün, kişi inildədi. Kərəmə elə gəldi ki, onu ildədən yaranın ağrısı deyil, əməyinin zənninin itməsinin ağrısı. Amma Niftalı kişi son anında da Kərəmə xoş sözlər deyir. Nə mənada xoş sözlər deyir ki, zənnimi itirmədim. Elə bilmişdi ki, onu yəqin Kərəm özü vurur. O da belə düşünürdü ki, heç vaxtı silahını qoymuşdu, amma silahsız adama güllə atmaz. Başa düşdü ki, onun dəstəsində də silahsız adama güllə atan olsa gədə xislətli biri olar, o da mürşid olar. Ona görə bu sözlər deyir, indi arxayın ölə bilərəm, şükür Allaha zənnim bu çıxdı. Yoxsa o dünyaya niskilli gedəcəkdim. Çox şükür Kərəm, gözümdən düşmədim, başımı birazca yuxarı qaldır. Yavaş-yavaş Niftalı çoxa canını qan axır, yavaş-yavaş artıq can üstədir, canı gedir. Birdən dirçəlib üzünü ətrafdakı atlılara çevirdi. Baxışları ilə Kərəmin yoldaşlarını bir-bir sürdü. Gözü mürşidə sataşanda yenidən yay kimi dartınıb gəlirdi. Kərəm gördü ki, kişinin halı birdən-birə dəyişdi. Yanaqlarında elə bir qızartı çöktü. Və biz oradan son sözlərini deyir. Kərəm, bircə diləyim var. De görüm, nə qanını çıxart, məni alnımdan özün vur. Nə danışırsan? Qoy desinlər ki, Niftalı çoxanı qaçaq Kərəm öldürür. Kişini kişi öldürər, qardaş. Gədə-güdə yox. Əlim qalxmaz. Dediyini eləməsən atanın belindən gəlməyirsən. Çox bir ağır şərt qarşısında qoyur. Kərəm az qalır ki, naqanını çıxarıb. Elə birinci mürşidi vursun. Amma sonra fikirləşir ki, itin qanına əlini mundarlamasın. Bunun qanına bulaşdırmasın. Tapşırır ki, onun tüfəngini atın onun özündə qovun. Düşünür ki, Niftalı çoxanın özünün qohumları onu tapıb cəzalandıracaqlar. Sonra da başının dəstəsinə deyir ki, hamımız atdan düşün, kişini özümüz aparışır ki. Düzdür. Kərəm fikirləşir ki, bu təhlükəli olar. İşsənərlər, qohumları, əqrəbəsi bunları ateş açarlar, öldürərlər və yaxud cəddən kimsə bunları satar, amma sonra fikirləşir ki, heç kəs satmaz. Yəni, kəndin bu faciə günündə Kərəmi də kimsə satmaq istəməz. Və deyir ki, aparıb Kərəmi, aparıb deyir, Niftalı çoxanı özümüz dəfn edəcəyik. Nə olacaq? Heç kəs deyir, tüfəngi əl atmayacaq. Yəni, nə olur olsun, bizdən də kim atsalar, öldürsələr, öldürsünlər. Bu qənaətə gəlir və birdən Niftalı çoxa hiss edir ki, kişi soyur və gözünə baxanda görür ki, yaman niskilli gedir ki, yəni sən mənə atmadın. Özü də demək istəyirmiş ki, alnımdan atarsın. Və deyir, əlini atır naqana. Söz ki, yəni, burada ateş atmazat hissəsi yoxdur, amma Niftalı çoxanı son gülləni özü vuracaq. Bu əsər gerçəkdən Azərbaycan xalqının kişilik tarixini əks elətdirən, insanlıq tarixini əks elətdirən bir əsər. Yəni bizdə Niftalı kimi kişilər olub, Kərəm kimi kişilər olub, Mürşid kimi gədələr olub, çörəyi dizinin üstündə olanlar olub, Niftalı kişinin atası kimi adamlar olub ki, yəni qapısına pənah gətirən, geri qaytarmayıbdır. Yəni bir balaca hekayədə xalqımızın adəti, ənənəsi, düşüncə tərzi, qənaətləri əks olunur. Vəzifədə olmağın
e, çətin bir iş olduğunu, boyunduruğa girmək kimi mənalandırdığını biz Niftalı Coxanın dilindən görürük, eşidirik. Sizə diqqətinizə görə təşəkkür edirəm. Sizə bir faydam oldusa, mənim üçün nə mutlu.